Bugünkü mövzumuz məzədir. Bruschetta di pomidorodur, İtalyan məzəsidir. Biz nə qatdıq? Pomidor, qırmızı soğan, sarımsaq, balzamik sirkəsi, bir də oliv qıyması var. Və biz yeməyi yığırıq bu şəkildə. Üstündən də bəzək üçün mikro göyərti ya adi göyərti, bir də oregano vurmaq olur. Bir də zeytun yağı. Və belə uşaqlar. Gördünüz hamınız.